Buradan salamlayıram əziz səhifəmin izləyiciləri. Bugün mən bu alça ağacıdır, cır alçadır. Bunu calayacağım. Çox balaca dənədən bitir. Bunun bizdə gücə alçası var. Qəşəng ondan calayacağım. İnşallah Allah'ın izniyle caladığım ağaçların hamısı tutup, bu da tutar. Calayandan sonra da qəşəngcə caladığım mərhələlərdə çəkib göstərəcəm. O qəşəng pullarını təmizləyəcəm. Nişar dedir. Ben bunu yarma aşısı edəcəm. Allah'ın izniyle. Bıçağına, bu qıraqlarla didilmişlərini alacağım. Belə sonra bunu tən ortadan yaracağım belə. Buna yarım aşısı deyirlər, eləyəcəm. Yardım. Tən ortaya atyorka taxmışam. Bu qıraqlara çalıyacağım. İnşallah tutar. Alça ağacımda yaxşı bircə dənə belə çalaq üçün qanat var idi. Bunda da budaqlar var idi. Xırdalları kəsdim. Bunu eləyəməyəcəm. Bu sığallı gözləri eləyəcəm. Hardasa 4 gözü var. İnşallah tutar. Allah'ın izniyle. Birini bu qaydada yondum. Bir tərəfin qabığını çox almıram. Bir tərəfin üçgün şəkildə alıram. Onu indi bax bura belə taxacam, bax bura. Bu tərəfə taxacam. Allah'ın izniyle. Yaxından çəkirəm. Bax bu qaydada oturdum araya. Ki bu açıq yer qalmamalıdır. Allah'ın izniyle. Bunu da bax belə yarma üsuluyla caladım. İnşallah. Bunu möhkəmdə sıxacam. Sıxacam. Allah'ın izniyle tutarlar inşallah. Belə ipinə möhkəmdə çəkirəm ki, nə qədər ortasında yer az qaldı. O qədər yaxşıdır. İndi onu palçıqlayacağım. Ağacın gövdəsindən kəsib qoyub üstün palçıqlayıb qıraqlarında bükəcəm. Qəşəng tutsun. Bunu bu fasonda caladım. Ağacı möhkəm ipinə sıxdım ki, yarıq məsafəsi az qalsın. O ortadakı da yarığa alçadan belə qabıq kəsib qoydum. İndi üstünü palçıqla qəşəngcə bağlayacağım. Bax bu qaydada hava çəkməsin. Bu qaydada hava çəkməsin. Qəşəngcə həm çəkirəm, həm eləyirəm deyin. Ona görə telefondan çəkirəm. Biraz ola bilər yaxşı çəkə bilməyəm. Bax bu qaydada palçıqla diblərini möhkəm tuturam. Mən armud ağacı çalamışam. Onu tutub səhifəmdə də paylaşmışam həmin armudumu. Qəşəngcə payız armudu ilə qəşəng sulu yay armudunu calamışam bu qaydada. Biləncik qəşəngcə bu qaydada bunu hava gedən yerlərini bağlayıram. Hava çəkməsin. Torpaq hər şeyin ilacıdır. Bunu əvvəldən atalarımız, babalarımız deyib, həm də ki ağacı nəm saxlayır. Dübarə bu ağacın arasındakı olan çat var. Bu çatı da palçıqla bağlayıram ki, oradan da hava getməsin. Düz qoçlayacağım. İzolent çəkəcəm orasına. İp koymur. İpim biraz uzun olup kesmemişim. Onu kesmek lazımdı ucuna. Aha. Böyle qəşəng bu çatını da bağlayıram. Bu yandakında bile bak burada çat var.
görürsünüz. Bax bu çatı bax belə torpaqla bağlayıram. Bax belə. Bunun arasına torpağı koyuram ki bu qaydada bu hava çekmez. Üstünden de izolentine, skoçuna sarıyacağım. Allah'ın izniyle tutar inşallah. Bak bu qaydada bağlayıram ve indi skoçlayacağım. Aşağıdan yukarıya doğru bu qaydada sarıyacağım möhkəm. Skoç izolentlə, daha doğrusu skoç boş olur. Ona göre belirleyirəm, hava çəkməsin. Bu qaydada alçalı caladım ve sarıdım. Hava gitmesin. Başlarına da bunların skoç yapıştırırım ben. Ki belə yağış yağmasın, qurumasın, hava gitmesin. Belə bunların uçlarını da bağlayacağım. Allah'ın izniyle tutar inşallah. Başlarını da bağladım. Ben bu tür bilirəm. Belə eləmişdim, calamışdım. Çöldə də 2 dənə gözü qaldı. İnşallah tutsa o 2 göz mənə bəsdir. 2-3 göz daha. 3 göz bundadır. 3 göz də bundadır. Tutar inşallah. Alçaq acıdı. Çok balaca gilas kimi sarı alçalıyım. Bunu istedim buradan kesem. Bunu eğer buradan kesip çalasam, bu düzdür yukarı kalkır toyuqlarımızın yerinin üstünü sərin kölgə saxlayır. Ama bu tarafta qoz ağacı var. Qoz ağacına meşatçılıq eləyəcək. Çalasam buradan qanat qalxacaq, buraları tutacaq. Ona göre bu gözü, bu kanadı bir dənə calayacağım. Tutsa eğer bu kanatları, indi meyve gözləri var. Bunları keseceğim. Bunları keseceğim. Bunu da, bu kanadıdır. Mesela için bu tutsa eğer bunu keseceğim. Bunu da keseceğim. Bu naziyi de kalsın. Bir dənə o yana gider. Şimdi görək necə olacaq, inşallah yaxşı olar. Bura toyuqların evidir, toyuqların evini kölgə salır, həm də qəşəng sarı alçası olur, yerli cır alça. Bu qaydada nazik də olsa elədim, çalıram. Ağaç qabıqları qoyub palçıqlayacağım və izolentləyəcəm. İnşallah Allah'ın izniyle tutar. Və ağacın qabığını belə qoyuram ki, içəri palçıq getməsin. Bunu da bu qaydada caladım, əziz sərfəmin izləyicilər. İnşallah tutar. 1-2 dənə gözdə bunda var. Çox qoymadım. Benim bacardığım budur. İndi bunun da spesləri var. Mən qadın başıma bu qədər bacarıram. Bu ağacını özüm calamışam. Bu yandaki şirin armutdan, bu yandaki iri payız armudu da ona. Bak bunu da 2 göz koymuştum. Hiç bu gözden çıkmayıp daha aşağıda calağın içindeki göz çıkıp. Bak bu üstünde 1, 2, 3, 4 tane çiçek gözü var. İndi görək tutup. Bak bu kadar. Bunu mən belə calamışam. Nazik budaq idi. Bak bu qaydada yarma aşısı eləmişəm. Calamışam tutup. Qəşəkcə. Böyle üstünde de bar gözleri var. Bir taraf olacak payız armudu, bir taraf olacak yay armudu. Bu kanat böyüyüp iriləşdikcə bunun bax indi üstündə bar budaqları var da kəsmirəm. Bəri gələn qanatların hamısını kəsəcəm, qalsın o yandakı qanatlar. İnşallah Allah'ın izniyle. Hər kəsə Allah can sağlığı, güc qüvvət versin, məndə içində. Bərəkətli də ruzu nəsib qismət eləsin uca Rəbbim, amin.